orucu öyrədir, zəkatı öyrədir, həcc ibadətini öyrədir. Misal deyirəm. Bəs bu kitabın qayəsi nədir? Qayəsi bunların hamısı ilə bərabər səndə bir imanı yerləşdirmək. Qayə budur. Səndə nəyi yerləşdirmək? İmanı yerləşdirmək. Şimdi bizim dünyaya gəlmişimizdə mövzularımız var. Mövzumuz nədir? İşləyəcəyik, qazanacağıq, alacağıq, geyinəcəyik, yeyəcəyik, istifadə edəcəyik. Dünyada nəsibimizi unutmayacağıq. Bu bizim mövzumuzdur, amma qayəmiz deyil. Baxın, qayə ilə mövzunun yerini dəyişsək, o zaman iş cığırından çıxır. Onun üçün Allah cinləri və insanları mən yaratmadım, ancaq mənə qulluq eləsinə yaratdım. Bizim yaradılma qayəmiz budur. Ölümün yaradılma səbəbi nədir? İki dənə sualı ümumiyyətlə özümüzə hər zaman verməmiz lazım. Aktiv sual. Birinci sualımız nədir? Allah məni niyə yarattı? Bu sualı veririk, bunun cavabını tapıb ona görə yaşayırıq. İkincisi, yaranmışamsa bir gün niyə ölürəm?